1 stəkan ılık süt, 1 stəkan ılık su, 1 çay qaşığı şeker, 1 çay qaşığı duz, 1 çay qaşığı maya, 1 yumurta, 80 gram xama. Karıştırırıq. 5 stəkan yarım un. Unumuzu az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yumuşaq xəmir olur. Xəmirimizi 4 bərabər kündəyə ayırırıq. (20-25 dəqiqə kündəyə qoyuruq. 250 qram un, 1 çay qaşığı sarı kök, yarım çay qaşığı qara istiot, 1 çay qaşığı duz, 1 çay qaşığı raziyana, 50 qram çörək yağı. Qarışdırıb umac edirik. Sonra qaz sobasında qovururuq. Qovurduqdan sonra qoyuruq bir kənara soyusun. 2 kündəmizi götürürük, bir-bir yayırıq. Aralarını yağlayırıq. 240 qram yağ götürürük. Yağımızın yarısını bölürük. 2 kündəyə, yarısını da 2 kündəyə istifadə edirik. 1 çay qaşığı raziyana, yağladıqca üzərinə raziyana vururuq. Videoda göstərdiyim kimi yağlayın, raziyana vurun və bükün. (20 dəqiqə soyuducuya qoyuruq. 2 gündən də eyni bu qaydayla edirik. Soyuducudan götürürük. 2 barmaq enliyində kəsirik, içliyimizi əlavə edirik və bükürük. Soba tavasına yığırıq. 2 yumurtanın sarısı, 1 çay qaşığı süt. Qarışdırıb kənarlarına vururuq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəli sobada 40-45 dəqiqə bişiririk. Asan hazırlanan şorqoğalını siz də hazırlamaq istəyirsinizsə səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.